Ürək üçün ən faydalı qida açıqlandı. Damarları açır. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Sağlam həyat üçün güclü ürəyə sahib olmaq vacibdir. Ürək sağlamlığı, ümumi rifah və uzun ömürlülük üçün ən vacib amillərdən biridir. Statistikalar göstərir ki, dünyada və o cümlədən Azərbaycanda ürək-damar xəstəlikləri ölüm səbəbləri arasında ilk yerlərdədir. Lakin yaxşı xəbər odur ki, düzgün və balanslı qidalanma ilə bu xəstəliklərin qarşısını almaq mümkündür. Niyə düzgün qidalanma ürək üçün vacibdir? Ürək orqanizmin mühərrikidir. O, daim oksigen və qidaları bütün bədənə daşıyır. Lakin qeyri-sağlam qidalanma, yüksək xolesterin, artıq çəki və şəkərli diabet kimi risk faktorları ürəyin fəaliyyətini zəiflədə və ciddi problemlərə səbəb ola bilər. Bu səbəbdən ürəyə faydalı qidalarla zəngin bir pəhriz seçmək sağlamlığın qorunmasında mühüm rol oynayır. Ürək üçün faydalı olan əsas qida qrupları: omega-3 yağ turşuları ilə zəngin qidalar. Omega-3 yağ turşuları ürək döyüntüsünü tənzimləyir, iltihabı azaldır və pis xolesterini LDL-i salmağa kömək edir. Bu maddələrə bu qidalar daxildir: dəniz balıqları, samon, skumbriya, sardiniya, chia və kətan toxumu, qoz və badam, liflə zəngin tam taxıllar. Lif xüsusilə çözülən lif xolesterin səviyyəsini aşağı salır və damarların tıxanmasının qarşısını alır. Yulaf, qəhvəyi düyü, tam buğda çörəyi və makaronu, kinoa, təzə meyvələr və tərəvəzlər. Meyvə və tərəvəzlər antioksidanlar, kalium və digər faydalı maddələrlə zəngindir. Onlar həm təzyiqi, həm də ürək ritmini tənzimləyir. Nar, çiyələk, yabani gilə meyvə damar sağlamlığı üçün əladır. İspanak, brokoli, kərəviz, kalium və maqneziumla zəngindir. Sağlam yağlar. Trans yağlar əvəzinə təbii yağlardan istifadə edin. Məsəl üçün, ilk növbədə zeytun yağı, avokado yağı və qoz yağı. Bəs hansı qidalardan uzaq durmalıyıq? Ürək sağlamlığı üçün bəzi qidalardan uzaq durmaq vacibdir. Bu qidalar qan damarlarını daraldır, xolesterini artırır və infarkt riskini yüksəldir. Trans yağlar və margarin, qızardılmış və işlənmiş qidalar, qazlı içkilər və şəkərli şirniyyatlar, duzlu qəlyanatlar və kolbasa, sosis kimi emal olunmuş ətlər. Aşırı duz, hipertoniya yüksək təzyiq riskini artırır. Su qəbulu və maye balansı. Ürək düzgün işləmək üçün kifayət qədər suya ehtiyac duyur. Gün ərzində ən azı 6-8 stəkan su içmək qan dövranını yaxşılaşdırır və qanı durulaşdıraraq tromb riskini azaldır. Kofein və qazlı içkiləri isə minimuma endirmək tövsiyə olunur. Porsiya nəzarəti və arıqlamaq. Artıq çəki ürək üçün əlavə yük deməkdir. Bunun qarşısını almaq üçün porsiyaları kiçiltmək və gündə 4-5 dəfə, amma az-az yemək daha faydalıdır. Arıqlamaq həm qan təzyiqini, həm də xolesterini balansda saxlayır. Sağlam qidalanma ilə yanaşı nə etməliyik? Yalnız qidalanma deyil, yaşam tərzi də ürək sağlamlığı üçün vacibdir. Gündə ən azı 30 dəqiqə fiziki aktivlik, siqaret və alkoqoldan uzaq durmaq, stressin idarə olunması, meditasiya, nəfəs məşqləri, yuxu rejiminə diqqət etmək. Ürək damar xəstəlikləri riski olanları üçün əlavə tövsiyələr.
Əgər ailədə genetik ürək xəstəlikləri varsa və ya siz artıq hipertoniya, şəkər və ya piyləmə ilə qarşılaşırsınızsa, həkim nəzarətində fərdi pəhriz planı tətbiq edin. Xolesterin və qan təzyiqi səviyyəsini mütəmadi ölçün. Qida əlavələrindən yalnız həkim tövsiyəsi ilə istifadə edin. Ürək sağlamlığını qorumaq üçün ilk addım qida seçimlərimizi ağıllı şəkildə etməkdən keçir. Hər gün qida rasionumuza təzə, təbii və qidalandırıcı məhsullar əlavə etmək, zərərli vərdişlərdən uzaq durmaq uzunmüddətli sağlamlıq və xoşbəxt həyat deməkdir. Unutmayın, ürəyiniz üçün nə qədər sağlam qidalanırsınızsa, həyatınız da bir o qədər uzun və keyfiyyətli olacaq. Dəyərli izləyicilər, sağlamlığımızı qorumaq hər birimizin borcudur. Onun üçün də paylaşdığımız bütün videolardan məlumatlanın, faydalanın və ən əsası əməl etməyi və kanala da abunə olaraq videonu bəyənib şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa, abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.